inşallah. Meysəm-i Təmmar Əli əleyhissalamın səhabəsi olub, aşiq olub. 4 il Əli əleyhissalamın yanında təhsil alıb və Təmmar, yəni xurma satan şəxsidir Meysəm-i Təmmar. Əsl adı Meysəm idi. Təmmar da xurma satdığına görə, ona xurma ticarəti ilə məşğul olduğuna görə ona Meysəm-i Təmmar deyərdilər. Göstəriş verdi ki, İbn Ziyad nə qədər Küfədə Əlinin aşığı varsa, Əli əleyhissalamı sevən varsa əgər, hamısı bir-bir tutulsun və saraya gətirilsin. Və növbə gəlib Meysəm-i Təmmara çatanda Meysəm-i Təmmarı da gətirdilər, İbn Ziyadın sarayının içərisinə daxil elədilər. Əlləri bağlı halda diz üstündə oturdurdular İbn Ziyadın qarşısında və İbn Ziyad dedi ki, sən ya Əli əleyhissalamın vilayətindən üz döndərməlisən, ya da səni öldürəcəm. Həmin vaxtı Meysəm-i Təmmar dedi, sənin dediyin bu sözü ağam Əmirəl-Müminin Əli əleyhissalam neçə il bundan əvvəl mənə deyib, mənim ölümümdən mənə xəbər verir. Dedi, necə? Ağam Əli dedi ki, sənin məni sevdiyinə görə şəhadətə yetirəcəklər və öz böyütdüyün xurma ağacından dara çəkəcəklər və dilivi kəsəcəklər. İbn Ziyad, Allah lənət eləsin, qəhqəhə ilə gülməyə başlayır. Deyir ki, mən Əli əleyhissalamın sözünün yalan olması üçün səni öldürməyəcəm, zindana atacaq. Və Meysəm-i Təmmar da zindanda ola-ola Əli əleyhissalamın fəzilətlərindən başladı orada məhbuslara danışmağa. Əli əleyhissalamı tanıtdırdı onlara və onların çox hissəsi Əli əleyhissalamı sevməyə başladılar. Ona aşiq oldular. Və bu xəbər gedib İbn Ziyada çatanda, üzr istəyirəm hər birinizdən, İbn Ziyad şərab içmişdi, ağlı başında deyildi. Bilmirdi, neynirdi. O dərəcədə şərabı içmişdi və buna xəbər çatanda göstəriş verdi ki, gedin onu zindandan çıxardın, o zindanın məhbusları Meysəm-i Təmmarı daha görməsinlər. Gətirin onu dara çəkin. Və öz böyütdüyü xurma ağacından dara çəkdilər. Və Meysəm-i Təmmar dar ağacında ola-ola o vaxtı edam eləyəndə boğazdan asmazdılar. Əllər, qollar bağlanardı ağaca. Bir həftə, 3 gün, 5 gün, 10 gün nə vaxt aclıqdan, susuzluqdan, taqətsizlikdən, halsızlıqdan nə vaxt dünyasını dəyişərdi. Meysəm-i Təmmarı da bu cürünə edam eləyəndə Meysəm-i Təmmar dedi, ey Küfəlilər, nə qədər ki danışa bilirəm, yaxın gəlin mənə, mən sizə Əlini tanıtdırım. Əlinin kimliyini tanıtdırım, Əlinin fəzilətlərindən danışım. Siz bilmirsiniz Əli əleyhissalam kimdir. Yaxınlaşın mənə, nə qədər danışa bilirəm, yaxınlaşın mənə, sizə Əli əleyhissalamı tanıtdırım.